Invest Akademiya adından hamınızı salamlayıram. Mən Murad və bugün biz antikövrəklik haqqında danışacağıq. Qədim zamanlardan bəri bəşəriyyət naməlumluq qarşısında qorxu hissi keçirib. Hərçənd özü həmişə o naməlumluğun içində olub. Biz tanrılara məbədlər ucaltdıq, müdriklərə və peyğəmbərlərə qulaq asdıq. Həqiqəti bildiyini iddia edənlərin ardınca getdik. Tək irəliliyinin qanunlar və nizamla deyil, xaosla idarə olunduğunu etiraf etməyik. Statistik analiz dünyasının filosofu Nasim Taleb bu fenomeni qara qubuşu adlandıraraq ifşa etdi. Bu termin altında o, proqnozlaşdırılması qeyri-mümkün olan gözlənilməz hadisəyə nəzərdə tutur. Belə hadisədən sonra bütün oturuşmuş paradigmalar çökür və nizam haqqındakı köhnə təsəvvürlərimiz darmadağın olur. Beynimiz təkamül olaraq xaosun içində bizə tanış olan şablonları axtarmağa proqramlaşdırılıb. Səmada süsən buludlarda heyvan təsvirləri, axkü içində insan üzləri, bazarın təsadüfi dalğalanmalarında isə qulpu fincan və ya baş və çiyinlər fiqurlarını görürük. Nobel mükafatçısı Daniel Kahneman sübut edib ki, insanlar sistematik olaraq səbəb-nəticə əlaqələrini həddindən artıq şişirdirlər. Qrafikları izləyən trader öldürdüyü heyvanın daxili orqanlarına baxıb gələcəyi oxumağa çalışan şamana bənzəyir. O inanır ki, keçmiş məlumatların dar bir seçimi gələcəyi proqnozlaşdırır. Lakin unudur ki, bazar nüvə fizikası deyil, o kütləyə çevrilmiş fərdlərin proqnozlaşdırıla bilməyən qarşılıqlı təsirinin cəmidir. Mövzumuza keçməkdən öncə sizə bu videonun sponsorunu təqdim etmək istərdim. Taksi 9111 sərfəli qiymətə yüksək xidmət. Mobil tətbiqdə Invest promokodunu istifadə edin və balansınıza 10 AZN əldə edin. Əgər siz də bizim buraxılışımızın sponsoru olmaq istəyirsinizsə, bizimlə e-mail vasitəsilə əlaqə saxlayın və ya Instagramda yazın. 2008-ci ilin böyük resessiyası, 2020-ci ilin pandemiya böhranı və 2025-ci ilin fevralında kriptovalyuta bazarındakı qara bazar ertəsi. Bütün bunlar proqnozlara sıxmayan hadisələrdir. Bizim vəzifəmiz qara qubuşu öncədən görmək deyil, investisiya strategiyamızı elə qurmaqdır ki, belə hadisələrə qarşı sarsılmaz olaq. Mark Aureli'dən Seneca'ya qədər qədim stoiklar öyrədirdilər. Bizim gücümüz hadisələri idarə etməkdə deyil, onlara verdiyimiz reaksiyadadır. Müasir dövrün stoik investoru bəlkə də Warren Buffett'dır. Ondan uğur formulunun niyə bu qədər sadə olduğunu soruşduqda o belə cavab vermişdi. Çünki heç kim yavaş-yavaş zənginlənmək istəmir. Buffett sadəcə səhmlərə investisiya etmir. O hətta ağır zamanlarda belə ehtiyac duyulan və məhsullarından özünün də istifadə etdiyi etibarlı və uzun müddətli bizneslara sərmayə qoyur. Onun yanaşması alıb böyük qazanc dalınca qaçan və sonda hər şeyini itirən məşhur quruların yanaşmasından köklü şəkildə fərqlənir. Bunun ən məşhur nümunəsi trader Jesse Livermore'dur. Karyerasının zirvəsində varidatı bugünkü pulla 2 milyard dollara çatsa da, həddindən artıq risk və pis kapital idarəçiliyi ucbatından tamamilə müflis oldu və sonda intihar etdi. Nasim Taleb belə şəxslər haqqında yazır. Onlar dahi deyil, sadəcə şansı ustalarılıqla qarışdıran xoşbəxt axmaqlardır. Müasir dünya və sosial şəbəkələrdəki uğur kultu bacarıqla təsadüfən çəkilmiş uduşlu bilet arasındakı fərqi görmür. Necə çox qazanım sualı əvəzinə özünüzə əlimdə olanı necə qoruyum və ya necə itirməyim sualını verin. Qeyri-müəyyənliyi qəbul etmək insana azadlıq və gələcəyə inam bəxş edir. Həyat xaosdur. Bazar isə həyatın bir parçasıdır. Pandemiyalar, müharibələr, böhranlar sistem xətası deyil, sistemin özüdür. Texniki analiz və ekspert rəyləri 50-50 işləyir. Amma biz bu təsadüflüyü qəbul edib istənilən böhrana hazır ola bilərik. İstənilən bazarda qazanmaq üçün sadə investisiya modeli 60% ultra etibarlı və top aktivlərə, 25% daha az etibarlı, lakin trenddə olan və perspektivli aktivlərə, 15% həmişə nat dollarda ehtiyat üçün. Bu model hər cür fırtınaya tab gətirəcək möhkəm təməl yaradır və eyni zamanda sizi zənginləşdirə biləcək riskli aktivlər üçün yer qoyur. Nasim Taleb buna antifragile deyir. Yəni, təkcə zərbələrə dözmək deyil, həm də stres, xaos və qeyri-müəyyənlik sayəsində daha da güclənmək bacarıqı. Əgər kövrək bir şey təzyiq altında sınırsa, möhkəm olan dəyişməz qalırsa, antikövrək olan sarsıntılardan fayda götürür və inkişaf edir. Bu başı kəsildikcə yerinə ikisi çıxan mifik hidraya bənzəyir.
Nəticə olaraq, heç kim sizə xaos üzərində qələbə çalmağın dəqiq təlimatını verə bilməz. Biz sadəcə xaosla əməkdaşlıq etməyi, onun içində sağ qalmağı deyil, onun tərəfdaşı olmağı təklif edirik. Qara quşları yox olmayacaq, lakin onları təhlükə kimi deyil, böyümə fürsəti kimi görmək olar. İnsanın gücü gələcəyi görməkdə deyil, qeyri-müəyyənliyi qaçılmazlıq kimi qəbul edib onunla birgə hərəkət etməyi bacarmaqdır. Əgər siz də investisiya etmək istəyirsinizsə, lakin nədən başlamaq lazım olduğunu bilmirsinizsə, biz sizə köməklik edə bilərik. Videonun təsvirindəki linkə keçid edin və orada qısa formanı doldurun. Sizin tələblərinizə əsasən bizim komandamızın müvafiq üzvü sizinlə əlaqə saxlayacaq və investisiya aləmində ilkin addımları atmağa köməklik edəcəksə. Bugünlük bu qədər. Videonu bəyənməyi unutmayın, dostlarınıza tövsiyə edin və növbəti videolarda görüşənədək. Hamınıza uğurlu investisiyalar.